Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün iyun ayının 24-ü və sabahı olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Daha geniş isə Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz isə 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 dərəcə isti, gündüz isə 29-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.